o birisi partiyalara əlvida deyirik. Bugünkü məclisimizi açmaq üçün sözü bizim Respublikamızda dini icmanın ikinci, üçüncü adamı olan, bilgisi olan Hazır Aminə veririk sözü. O bizi bir bağlaza bu dindən, imandan qiymətləndirsin, danışsın, teyzə beləsin. Bir 10-15 dəqiqədən də sonra Allah qoysa yemək gələcək, yeməyimiz də gələcək, sonra da söz verəcək Elman müəllimə. Nə qədər özü bilər, özü öz işidir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Habibi kulubina, şefi'i zunubina, Abil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ala alihi tayyibina tahirin el-masumin el-mukarramin. İlk önce bu muhteşem meclisi təşkil edənlərə, təşkilatçılarına, burada əməyi, zəhməti keçən hər kəsə təşəkkür edirəm. Sonra kendimizin bütün aksakallarına, kendimizin bütün ağabirçəklərinə, onların hamısını öz təşəkkürümü edirəm. Və bu məclisin bugün burada keçirilməsində böyük əməyi olan şəhidlərimiz, bütün Azərbaycan şəhidləri, xüsusilə də bu kəndin şəhidləri, döyüşən oğlanlarımız, qazilərimiz, Allah şəhidlərimizin ruhunu şad eləsin, məqamlarını uca eləsin. Allah Teala qazilərimizin canlarını sağ eləsin. Xəstə, yaralı olan qazilərimizə Allah Teala şəfa versin. Şəhidlərimizi, şəhidlik məktəbinin əsası Peyğəmbərimizin nəvəsi İmam Hüseyin əleyhissalam qoyub. Şəhidlərimiz İmam Hüseyin əleyhissalam və Kərbəla şəhidləri ilə məşhur eləsin. Yurtdan uzaq düşmək, qaçqın düşmək, bu hamımızın yaşadığımız bir duyğulardır, hisslərdir. Burada elə bir şəxs yoxdur ki, bu duyğunu, bu hissi keçirməsin. Bilirsiniz, Həzrəti Muhammed sallallahu aleyhi ve sellem Peyğəmbərimiz bizim kimi o da bir qaçqınlıq taleyi yaşayıb. Peyğəmbərimiz Məkkə şəhərində doğulub, Məkkə şəhərində böyüyüb, Məkkə şəhərində Peyğəmbərliyə çatıb, Peyğəmbərliyinin 13 ilində, 13 il Məkkədə Peyğəmbərlik etdikdən sonra məcbur Məkkəni tərk edib. Çünki Məkkədəki kafirlər, müşriklər müsəlmanlara əziyyət verirlər, Peyğəmbərin canına suiqəst hazırlayırdılar. Allah Resulü Məkkə şəhərindən Mədinə şəhərinə hicrət elədi, müsəlmanlarla birgə. Bu iki şəhərin arasında 600 kilometr məsafə var. Peyğəmbər Məkkədən çıxanda Hira dağı var, Savur dağı var, həccə gedənlər bilir. Savur mağarasında gizlənmişdi, dağın başında bir mağaradır. Oradan ki artıq çıxıb gedir, son dəfə Məkkəni görür. Gözləri yaşla dolur, baxır deyir ki, ey Məkkə, and olsun Allah'a səni heç vaxt tərk etməzdim. Məcbur olmasaydım səni tərk etməzdim. Məkkədən Mədinəyə hicrət eləyir. Müsəlmanlar Mədinədə çox əziyyət çəkirlər. Evsiz, eşiksiz, necə ki biz gəldik, müxtəlif rayonlarda yerləşdik, Bakı şəhərində, nə bilim, qəsəbədə yerləşdik. İnsanlar çadırda yaşadılar, qamışdan tikilmiş evlərdə yaşadılar. Soyuq gördük, palçıq gördük, acılıq gördük, min bir əziyyət gördük. Əynimizə paltar almağa ilk illərdə imkanımız çatmırdı. Hər cür çətinliyi yaşadıq. Amma şükürlər olsun Allah'a ki, 33 il keçdi, düzdür, yani 6 il bundan önce 2020-ci ildə müzəffər ordumuz, xalqımız, dövlətimiz hamı bir olub, yağı düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan, gavurların, kafirlərin tapdağından təmizləyə bildik. Bu yolda çoxlu şəhidlər verdik. Həm 1-ci Qarabağ müharibəsində, həm 44 gün müharibədə şəhidlərimiz sözün əsl mənasında canlarını, qanlarını bizim üçün hədiyyə etdilər, bizim üçün verdilər. Şəhidin qanı heç vaxt itmir. Şəhid heç vaxt ölmür. Allah Quran-ı Kerimdə də buyurur, Allah yolunda öldürülənləri ölü saymayın. Onlar Allah yanında diridirlər, lakin siz hiss etməzsiniz. Bir ayada Allah yanında onlara ruzilər verildi deyə buyurulur. Şəhidin qanı cəmiyyətin damarlarına axır. Bu gənclərin damarlarına axır. Torpağın uğrunda ölən varsa vətəndir artıq. Vətənin dəyəri bundadır. Bu torpaqlar bizə niyə dəyərlidir? Çünki burada bizim
ata-babalarımız uyuyur, əcdadımız uyuyur. Çünki əcdadımız bu torpaqda yatır. Ona görə də bura bizim üçün əzizdir və həmişə də əziz olacaqdır. Şəhidlərin məntiqi fərqli bir məntiqdir. Şəhidlər həyat verən məntiqlə yaşayırlar. Həyatlarını qurban verib başqalarına həyat vermək məntiqi ilə yaşayırlar. Cəmiyyətdə hər kəsin bir faydası var. Mühəndis öz elmi ilə fayda verir. Həkim, təbib öz tibbi ilə cəmiyyətə fayda verir. Hər bir mütəxəssis öz sahəsində cəmiyyətə fayda verir. Amma hər kəsin cəmiyyətdə normal fayda verməsi üçün şəhidə borcludur, şəhidə ehtiyaclıdır. Çünki şəhid canını qurban verməklə insanların əmin-amanlıqda yaşamasını təmin edə bilir. Ona görə də heç zaman şəhidlərimizi unutmayacağıq və unutmayaq da həmişə yaşadaq. Xüsusilə də bu kəndimizdən ki, şəhidlər olub. Allah Teala onların məqamını uca eləsin, onların valideynlərinə səbir versin, yaxınlarına səbir versin. Peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət elədi. Mədinədə əziyyətlər çəksələr də İslam böyüdü, inkişaf elədi. Zaman gəldi ki, 8 il sonra Peyğəmbər Məkkəyə dönür. Amma bu zaman Fatih olaraq döndü Peyğəmbərimiz Məkkəyə. Gəldi Məkkəni fəth elədi. Bütlərdən, kafirlərdən, müşriklərdən təmizlədi. Allah Quran-ı Kərimdə buyurur: "İzə cəə nasrullahi vel fəth." Elə ki gördün Allahın dəstəyi, köməyi və fəth gəldi. "Burayətən nas yedxulun fi dinillahi afvaca." İnsanların dəstə-dəstə dinə gəldiyini gördün. "Fəsəbbih bihamdi rabbika." Rabbinə şükr et, həmd et və estəğfirhu, və ondan bağışlanma dilə. İnnehu kânə təvvâbə. Həqiqətən Rəbbin tövbələri qəbul edəndir. Allah bizə bu fəthi bəxş eləyib, biz bunun qədrini bilib Allaha şükür etməliyik, Allaha həmd eləməliyik. Allah Teala əmin-amanlığımızı daimi eləsin, uca eləsin. Bura cəm olan hər bir kəsin canını sağ eləsin, nəslini, övladlarını nimdudaq eləsin. Dünyadan köçmüş əcdadlarımız ki, bax bu qəbirstanlıqda yatırlar, aşağı qəbirstanlıq, yuxarıdakı qəbirstanlıq, bu Xələf pirinin arxasında olan qəbirstanlıq. İnşallah bir o gün olsun ki, biz onu təmizləyək, otlarını, orada bizim ulu babalarımızın qəbirüstü abidələrində ərəbcə yazılıb. Onların hamısı bir-bir təsbit olunmalıdır, adlarını yazmalıyıq, qeyd eləməliyik ki, yaddaşda qalsın. Ki, bizdən sonra gələn nəsillər bilsin ki, burada kimlər uyuyur, hansı törəmələrin babaları burada yatıbdır, burada uyuyubdur. Allah sizin hamınızı var eləsin. Bir daha təşkilatçılara təşəkkürümü bildirirəm. Burada böyük ağsaqqallarımız var, müəllimlərimiz var. Əlirza müəllim buradadır, Yılman müəllim buradadır, başqa ziyalılar var. Hamısından üzr istəyirəm, mənə söz verildi. Əslində mən hamınızdan yaşlı kiçiyəm, amma mənim sözüm deyil bu. Quran-ı Kərimdən, Peyğəmbərdən, imamdan danışmaq üçün mən önə keçdim. Məni üzürlü sayın. Allah hamımızı var eləsin, Allah xeyirli uğur eləsin. Həmişə kəndimizdə toy olsun, büsat olsun. Allah var eləsin. Sağ olun Hacı, Allah elinizə bərəkət versin, Allah canınızı sağ eləsin, ömrünüzü uzun eləsin, çox sağ olun, çox var olun. İndi də keçdik dədə baba qaydasına, söz veririk Telman müəllimə. Daha indi ondan sonrasını özü öz insafına bırakırıq da kimi yıkacak, kimi sürüyecek. Bir dəqiqə sağa yaxşı, yaxşı. Telman müəllim. Əziz qonaqlar, çox hörmətli Xələvli kənd cəmaatının sakinləri, qızlarımız, bacılarımız, analarımız, hamınızı salamlayıram. Bugün təbii ki bir toy şənliyi deyil. Bugün biz kədərlə sevincin qarışdığı bir günü yaşayırıq. Bugün Qarabağ torpağında Azərbaycanın qələbəsindən sonra zəfər sözü bizim ruhumuza, qəlbimizə elə hopub ki, onu biz ən böyük söz kimi yadımızda saxlayırıq. Bugün zəfər günümüzdür. Zəfər günümüzün bir bayramıdır. Və mən hesab edirəm ki, bu bayram əlbəttə hər il mütəmadi olaraq Respublikamızda keçirilir. Və istərdim ki, bütün kəndlərimizdə heç olmasa bir dəfə də olsun, belə bir gözəl tədbir olsun. Və burada iştirak edənlərin
hamısı bir-birinə yaxın, əziz, doğma, qohum adamlardır. Ona göre sizin burada iştirakınız her şey değil. Hiçbir söz değilməsə də elə bu bəsdir ki, siz burada iştirak edirsiniz. İndi Hacı biraz bundan qabaq çox gözəl çıxışlar elədi, sözlər dedi, fikirlər söylədi. Və bu təşkilatçıları mən də onun sözünə qoşulub təbrik edirəm. Onların işlərini necə deyərlər, önə çəkmək istəyirəm. Çox sağ olsunlar ki, bu insanları bir birliyə, bir yerə yığa biliblər. Bax, bu ən böyük bu insanların elə qəhrəmanlığıdır. Və bizim kəndimiz, Xələfli kəndi çox cəsarətli, çox qəhrəmanlı bir kənddir. Bu kəndin cəmaatı bu gözəl şəraitdə, eyni zamanda çətin şəraitdə yaşayıblar, yaradıblar, qurublar, ev tikiblər, necə deyərlər. Hətta mən deyim ki, yəni belə bir haşiyə çıxım ki, o vaxt bolşeviklər bizim müstəqilliyimizi əlimizdən alandan sonra şimaldan əsən qara küləklər bizim bayrağımızı indirib imperiya bayrağını qaldırandan sonra bizim bu kənd eyni zamanda dağ kəndləri, Sirik, Şıxlar, o biri kəndlər Sovet hökumətinə tabi olmayıblar. Onlar necə deyərlər, zorla bu hakimiyyəti qəbul etmək istəyirlər. Nəhayət ki, Allah necə deyərlər, bizim üzümüzə güldü. Biz Azərbaycan xalqı olaraq müstəqillik qazandıq. Bu, hər birimiz üçün ən böyük, ən ulu bir sərvətdir. Biz bu sərvəti əlimizdən bırakmamalıyıq. Və bugün mən demək olar ki, bilin ki, mən çox həyəcan keçirirəm. Ona görə həyəcan keçirirəm ki, bu insanları biz 30 ildir bir yerdə görmürük. İndi bugün çox şükranlar olsun, bu təşkilatçılara təşəkkür edək ki, bu insanları bir yerə yığdılar. Və bugün sevinçli bir gün yaşayırıq. Və bugünü bizə bəxş edən insanlar var. Bizim yurdumuzun şəhidləri var. 1994-cü ildə anadan olmuş, 1992-ci ildə şəhidlik zirvəsinə yüksəlmiş Seydəli Qiyasoğlu. Bugün 1966-cı ildə anadan olmuş, 93-cü ildə şəhid olmuş Yusif var, Musa kişinin oğlu, var idi daha doğrusu, şəhid oldular. Eyni zamanda Məhiyyəddin 20 yaşında şəhid olur. Əmrov Xıdır İsmailoğlu. O da səhv eləmirəmsə 19 yaşında həlak olur. Şəhidlik zirvəsinə yüksəlib. Eyni zamanda bizim balaca bir körfəmiz. İshaqın nə idi günahı ilahi? ...11 yaşında həlak olub. 11 yaşında şəhidlik zirvəsinə yüksəlib. İndi gəlin bu insanları həm xatırlayaq, həm də onların ruhları qarşısında baş əyirəm. Əskərov Xurşud, əskər mənim mədəniyyət işçisi yoldaşımdır. Mən klub müdürüydüm. O da kitabxanası idi. Onun uşaqlarım mən hamıdan çox sevirdim. Bir ailə kimi idik. Onlara gedib gəlirdim. Mən Xurşudu balacalığından tanıyırdım. Və bugün onların ruhları qarşısında baş əyərək icazənizlə xahiş edirəm ki, bir dəqiqəlik sükutla onları yad etmək üçün ayağa qalxaq.
derler Xələflinin ucalığı deyim, səs yaraşığı deyim. Elman Məmmədov burada aramızdadır, o iştirak eləyir. Və böyük məmnuniyyətlə Zəminə xanım burada iştirak eləyir. Siz yəqin onu televiziya ekranlarından tanıyırsınız. Və bugün burada eyni zamanda televiziya işçiləri var. Onlara da təşəkkür edirəm. Tamxil müəllim burada iştirak eləyir. Çox sağ olsunlar, əziyyət çəkiblər. Bu dağın zirvəsinə gəlib çıxıb burada çəkiliş aparırlar. Çox sağ olsunlar. Eyni zamanda indi mən sözü verirəm musiqiyə və indi görək musiqi sizə nə deyəcək. Gözleri şişadı, şişadı, balon şişadı. Yüzme gülür, yüzme gülür. Gülü boşadı, boşadı, gülü boşadı. Şekili, şekili falan şekili. Yine dünyada, dünyada. Ezel şekili, şekili falan şekili. Ezel şekili, şekili, özel şekili. Buraya yetendi, gülü bitendi. Elim çatandı.
Almalı heyvanım aldı kendini. Son götürülmezsen kuşu üstüne. Bahar günlerinden taze kendimi.
Çok sağ olun. Hoş görüştük. Çok sağ ol əmoğlu, çok var ol. Telman müəllim, and olsun Allah'a 96-97-ci illəridir. Nargile kafesinin yanında bir binada işləyirdik. Bu qardaşım Əli idi, mən idim. Bir 4-5 nəfər. Biz ikinci mərtəbədə işləyirdik. Elə aşağıdan, nəysə hərdən, nə bilim, piqadan zaten alıp verdiler, içirdilər, eləyirdilər. Bizim o ikinci mərtəbədə həmişə ha vaxt baxırdın vətənə getməyim gəlir, vətənə getməyim gəlir. Bunu Yılman oxuyur. Yanımızda da bir Rus vardı. Deyirdi, nə get, Kuluçi Mağıntıfın deyirdi, vətən getmən gəl. İndi onu harda olsa büyün tab çıxar. Sağ ol. Çox sağ ol. Qardaş, sən yaxşı xatırladın. İndi artıq vətənə gəlmişik. Vətəndə belə gözəl tədbir keçirilir. Və onu qeyd edeyim ki, bu gözəl tədbirdə kəndimizin ziyalıları iştirak edirlər. Və Hacı Ramin də yaxşı bilir ki, və çox adamlar yaxşı bilir ki, bizim müqəddəs Quranımızda elmlə məşğul olmaq hansı zirvədir? Ən yüksək zirvələrdən biridir. Ona görə də mən burada iştirak edən bütün ziyalılarımızı alqışlayıram. Və bu kənddəki biləsiniz ki, Kiçik Qafqaz Sıra dağlarının ətəyində yerləşən Gördü babı ilə Xələf dağının arasında yerləşir. Bu dağlar iki qardaş kimi əsirlərlə dağ kimi dayanır. Necə deyərlər, rəhmətli Səməd Turğunun vəsf elədiyi Göyəzən dağından da böyük dağlardır. Bu iki qardaş dağın sinəsinə səfələnən, ətəyində qərar tutan Xələfli kəndinin ziyalıları burada iştirak edirlər. Və mən özüm istəyirəm ki, bu ziyalılardan Əjdər Yunus Rza və Əlirza Xələfli burada iştirak edirlər. Onların ikisini də birliyə çağırıram bunu. Bundan sonra, yəni bizim kəndimiz ancaq bir amalla yaşayacaq, yəni bir olacaqlar. İstəyirəm ki, Əjdər Yunus Rza ilə Əlirza müəllim birlikdə burada fikir söyləsinlər. Buyurun. Elə bu bəri başlanırsan, Tamıxlı müəllimi alqışlayın. Getdi. Nəyəsə. Əziz xələflər, ay eliyim, ay obam. Düz 30 il bundan qabaq, yəni bu 30 il müddətində xeyir işlərinizdə kim dəvət edibsə iştirak eləmişik. Toylarınızı görmüşük, həməşə bir yerdə olmuşuq. Yəni, Xələfli cəmaatı dağılmadı. Xeyirdə, şərdə, həməşə Xələfli cəmaatı bir yerdə oldu. Yəni, bizim bugünkü görüşümüz bizim üçün deyil, biz həməşə görüşmüşük. Bizim bugün bura yığışmağımız Xələfli kəndi ilə görüşdük. Kəndimiz bizdən darıxmışdı. Kəndimiz burada Qara Zurnanın o çoban bayasından darıxmışdı. Kəndimiz Telmanın apardığı məclisin səsindən darıxmışdı. Kəndimiz Əlirza Zaloğlu'nun, Əlirza Xələflinin o sinəsinin kürk maraz kimi coşub taşmasından darıxmışdı. Müzeylərimiz, o otardığımız yerlər bizdən darıxmışdı. Yəni biz bir-birimizdən darıxmamışdıq. Kəndimiz bizdən, biz kəndimizdən darıxmışdıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Hər bir döyüşən komandirimizə, əskərimizə can sağlığı versin. Hər bir kəsin əməyi var, o qədər ona Allah can sağlığı versin ki, biz bugün həsrətin çəkdiyimiz, xəyalla yaşadığımız Xələflidə idaranın dalında o xırman yerində çadır qurub şənlik keçiririk. Bu məclisi mən bir rəmzi olaraq belə adlandırardım ki, 30 il uzaqda olan toylarımızın bu bir rəmzi məzmun olsun. Gəlin bunu, bu məclisi qəriblikdə olan toylarımızın toyu hesab eləyək, alqışlayaq. Həvəli bir bət deyəcəm, sonra biraz danışacağım. Çünki Əlirza müəllim qoy biraz darıxsın.
Gəlmişəm ay dağlar bircə gecə. Gəlmişəm bircə gecə qucağında yatan dağlar. 30 ilin ağrılarım bir gecədə atan dağlar. Bax o 30 ilin ağrılarının hamısı bugün burada atıldı. Bu məclisi təşkil edənlər var olsun. Hər birinin adlarını burada sadalamaq olmaz. Hər bir hərəkət eləyən, hər bir vur qoçağım deyənlər sağ olsun. Doğrudan da ağla gəlməyən bu dağın döşündə Gördü Baba ilə Xələf dağının arasında belə bir məclis qurmaq böyük bir şərəfdir. Böyük bir gündür. Allah bunu bizə çox görməsin. Allah yurtdan gedən ağsaqqallarımız bura qayıtmadı. O ağsaqqallara Allah rəhmət eləsin. Allah ədalət işini qorusun, səxavəti qorusun, Cəfəri qorusun, İslamı qorusun, xanımlarımızdan qalan o yaşlılarımızı qorusun. Nə qədər onlar var, biz özümüz ağsaqqal hesab eləyə bilmirik. Elə qoy onlar yaşasın, biz o ağsaqqallıq yaşına girsək də qəbul eləməyək. Sizin hamınıza göz aydınlığı verirəm, hamınızı təbrik edirəm və deyirəm. Mən yurtsuz, yuvasız deyirəm daha, mənim də öz kəndim, öz şəhərim var. Zülmət gecələrin bağrını yarıb, doğulan günəşli al səhərim var. Ay illər, mənim də öz kəndim, öz şəhərim var. Mənim də yerim var çıxıb getməyə, pir deyib hər daşa üzüm sürtməyə, dostum, tanışım dəvət etməyə. Dağım var, bağım var, var bəhərim var. Ay illər, mənim də öz kəndim, öz şəhərim var. Gedirəm, düşmüşəm yolun ağına, qovuşam ömrümün yurtlu çağına. Çıxam bir nəfəsə Xələf dağına, qışqıram, mənim də cənnət yerim var. Ay illər, öz şəhərim var. Bir yanda gördü babam, bir yanda teyim. Yürəm, yıxılam, kəsiləyim. Vallahi Əliza müəllim, söz tapmıram, daha nə deyim, hələ yazılmamış çox şeirim var. Ayırlar, mənim də Xələfli adında 8 tayfadan, 8 sütundan, 8 kişinin törəmələrindən ibarət söz qırıqlarında. Allah sənə var eləsin, bizi bir qoşun çəkin. Öyle, sen orada niye durursun? Bu hamınıza aittir, arxain olun. Cavanlıqda bir-birinizi istəməsəniz də, qocalıqda hamınız bir-birinizi çox istəyəsiniz. Nə tər ki, indi bax, burada Əjdər müəllim danışdı. Bir daha bildim ki, adam qocalanda bir-birini çox istəyir. Çox sağ ol, Əjdər müəllim. Ürək, çox belə ürəkdən gələn, gözəl çıxış. O şeirin də çox gözəldir, ürəklə deyirəm. Bu daşın, bu torpağın, bu yerin, yurdun, bütövlükdə bir dili var. Bir dili var. O bir Xələfli dilidir. Və elə siz bugün o dildə oxunan o şeiri dinlədiniz. İnanın ki, səmimiyyətlə deyirəm. Tam razı olardım ki, elə o çıxışına kifayətlənək. Çünki elə orada elə mənim özümün də nə deyəcəyim var, onun hamısı oradaydı. Amma indi neynəyək? Missiyadır da, indi bir neçə kəlmə danışmaq lazımdır. Bəri başdan onu deyim ki, Xələfli bir el idi. Xələfli bir el idi. Özü də iki adam bir yerə düşəndə elə orada bir toydu. Burada adlar çəkdi Əjdər müəllim, sağ olsun. Xüsusilə ədaləti görmüşdüm, Nəsir buradaydı, başqa hansı yaşlılar. İslamı da ötəri görməyim məni çox sevindirdi. Cəfəri görməyim məni çox sevindirdi. Yəni onu çox doğru dedi Əjdər müəllim ki, çox doğru dedi Əjdər müəllim ki, yəni nə qədər onlar yaşayır, mən də hələ yaşamaq ümidim biraz da artıqdır. Yəni məndən qabaqda olanlar var. Ramil Aslanlı, Hacı Ramil Aslanlı burada çıxış elədi. İmran da Allah qoysa yəqin ki, öz fikirlərini deyər Hacı İmran. Mən onlarla da fəxr edirəm. Çünki bilirsiniz nətər, Xələfli elat adamıdır. Bayaq Elman burada bir elat bayramıdır deyəndə, az qaldım yerimdən qalxam, gələm onun boynunu qucaqlayam. Bilmirəm boyum çatacaqdı, çatmayacaqdı. Buradadır, yaxındadır Elman.
demək o elat bayramıdır deyəndə inanın ki, mənim ruhum silkələndi. Din də, iman da, o bəlkə də bu din xadimləri onu daha yaxşı izah eləyə bilər. Ancaq mən belə bir fikirdəyəm ki, bu mənim subyektiv fikrimdir. Din də, iman da elə əslində bu dünyanı gözəlləşdirmək üçündür. Əzizlərim, o din xadimlərinə də mən çox təşəkkür edirəm ki, burada çox iştirak edirlər və xüsusilə Ramil müəllimdə yəqin İmran da dinləyəcək. Burada o gözəl bir moizə elədi və onunla elə bir göstərdi ki, bu xələfli cəmaatının həm də əgər görmək istəyən varsa, bəzən insanların çoxu görməli olduqlarını görmək istəmirlər və yaxud da görməyə ağıllarına gətirmirlər. Mən bu kənddə doğulub böyümüş, bayaq burada söhbət oldu. Bu kəndin daş divarları sökülmüş, məktəbində, Xarabazarlar qalmış məktəbində oxumuşam. Böyük müəllimlərimiz olub burada. Ancaq mən o böyük müəllimlərin içindən Zülfüqar oğlu Muxtarı, Almazoğlu əskəri özümün ən böyük müəllimim hesab edirəm. Mən onlardan insanlıqda Zahranı ən böyük ana hesab edirəm. Bunlar bu məktəbin divarları arasında böyüyən uşaqlara öz ruhlarını veriblər, kimliklərini veriblər, xələvliliklərini veriblər. Gəl, asarı bülbül, dərdin hasarı bülbül, tikilməz könlüm evi, hatik, hasarı bülbül. Amma indi elə demirəm, indi deyirəm ki, sən də sevin bir barı bülbül. Bugün, bayaq Telman müəllim çıxışında dedi ki, biz sevinclə kədərin arasındayıq. Ancaq mənə elə gəlir ki, bu gündən, bu andan etibarən kədər daha tarixə qovuşdu. Yəni xələvli cəmaatı, təbiət etibarilə 2 nəfər bir yerə düşəndə bayram eləyən, toy eləyən xələvli cəmaatı, bundan sonra sevinməyin zamanı gəldi. Bir də bir məsələni də mən deyim. Nizami deyir ki, qüvvət elmidədir, başqa cür heç bilmirəm. Xələvli elat cəmatıdır. Qədim Türkün, mən axşam burada dedim, Qədim Türkün dünya görüşündə ildə bir dəfə dünyanın harasında olur olsun, öz doğulduğu yurda qayıtmaq istəyi var. Doğulduğu yurda qayıtmaq istəyi Türkün əbədi yaşarı ruhunu dedim ki, qüvvət elmidədir, başqa cür heç kəsə üstünlüyü eləyə bilməz. Xələvlinin o uçuq məktəbin divarları arasından çıxmış olan çoxlu cavanları bugün Azərbaycanın görkəmli alimləri sinənə döymə. Bunu bizdən sonra gələnlər bilər. Əziz dostlarım, söz var ki dedim, yadıma bir fikir də düşdü. Nizami deyir ki, köhnə qızıl mı söz sərrafı söylədi? Köhnə qızıl mı? Təzə söz mü yaxşıdır? Söz sərrafı söylədi. Söz dünyanın naxşıdır. Xələvlilər, bu çoban xələvlilər, bu tərəşəmə xələvlilər, ticilikdən başqa bir sənəti bilməyənlər. Fəxr eləyin ki, bu qoca dağların arasında Azərbaycan mənəvi mühitini zənginləşdirən necə gözəl sənətkarlar yetişir. Elə biri burada bizim Əjdər müəllim, o çıxış elədi qarşınıza, hesabat verdi. Biri, bayaq alimlərin adlarını sadallamalıydım. Əhməd Fərhad. Sonra Sabir Şirvan. Demək, Sabir Şirvan alimlərin alimidir. Yazarlardan, yazıçılardan danışırım, çox xahiş. Müdaxilə eləməyi Azərbaycanın ən gözəl şair düz verir. Gülləri. Mən çox xahiş edirəm. Bir ürəkdən Azərbaycan'da qoy göz verməyə çalışmışam.
Dünyanın harasında olsam, Azərbaycanın hər yerini qarış-qarış gəzmişəm. Hər yerdə Xələfli adının nəyə qadir olduğunu, Xələfli adını səndən izinsiz götürüb özümə ad eləmişəm. Mən sənin özünü, sənin özünsüz gətirib sözümə dad eləmişəm. Başla ay kəndim, səninlə əzizlərim, söz çoxdur. Söz çoxdur, hamısını ifadə eləmək, hamısını demək çətindir. Mən bayaq burada da dedim, axşam da dedim. Axşamda gəldim, özümü məclisə çatdırdım, dedim. Sən demə, pulla deyil, mənsə, vəzifə tutmaqla deyil. Xələflinin bu elək bayramını təşkil edənlərin adlarını mən deməyəcəm. Xahiş edirəm özünüz. Görün. Gələndə yaxşı. Kimin sağlıqda yaşayır? Biz onu bəzi edən bu da alınmaz. Yaxındadır. Çox sağ ol, çox sağ ol. Başqa da kimi siz deyin, xahiş edirəm. Lütfen bir divara vurmağa istəyi olan hamısına təşəkkür ederim. Qaldın ki, bir iki də ictimai kəlmə də deyim. Vagim Məhərrəmov məxsus olaraq bu cəmaatın bayramını təbrik eləməyi məndən xahiş elədi. Mən Cəbrayıl rayon Ağsaqqallar nəhayət bir daha təkrar edirəm. Bir söz çoxdur, yeri yoxdur deməyə. Arzu eləyirəm. Bugün Amerikadan tutmuş Avrupaya qədər Sovet ettiğimiz ayrı olsa da ama değerli yakınlar. Allah şəhidlərini onların sayəsində böyütdündə xələflidir. Çox gözəl. Qazilərimizə can sağlığı verir. Ağabeylərə rəhmətən adam bizə yaxşıdır. Həm belə bir yerdə olaq, bir olaq, həmişə mehriban olaq. Sağ olasın, sağ ol. Allah sağ olun, sağ ol, var ol. El sənin ayağınla. Nə qədər elin ətəyindən, necə deyərlər, izi getməyək. Mənim ümidim yox idi gələsin. Sən də biraz son vaxtlar biraz ağır hərəkət görürəm. Deyirdim, yəqin gəlməyəcək. Amma bu cavan uşaqlar hər dəfədə məzgərində o bir mənalıdır. Harada olsam, mən bunu ifadə edirəm. Xələfli cəmaatı. Mən fəxr eləyirəm ki, mənim nəvələrim, hətta tayfamın hamısı başdan başa ən, necə deyərlər, böyük mükafatın nəvələrimin məxsus olaraq bu yerdə, bu yurtda doğulmamış, buranı görməmiş nəvələrimin bugün gəlib burada iştirak eləmək. Hamınızın bayramını təbrik edir. Bax, bu mənim ən böyük mükafatımdır. İşlərdə çox qurasmışım. Amma bu qədər ürəklə çıxış elədiyi görmürmüş. Çünki bunların hər ikisinin ayağı torpaqdadır, öz torpağındadır. Sağ olun, təşəkkür ederim.
ayaqlarından iki vətənə getməyi gəlir. Doldur versin seni. Bana yarın gerek. Neyine özgesini. Sevdətən yaxşı ayırma, geyməyə kətan yaxşı, gəzməyə qəlbəkən, ölməyə vətən yaxşı, gözəl Cəbrayılım yaxşı, belə gözəl fələqlim yaxşı, ölməyə vətən yaxşı, Ben de mecnunlar dalaydım. eşq oduyla anlalaydım, Ben de mecnunlar dalaydım. eşq oduyla anlalaydım. Sözlüğüne yanaydım. Aydır seni gözlerim. Mən də
bizim kəndə gəldiyimiz. Biz də fəxr edirik ki, öz kəndimizə gəldik. Şükür Allah'ın böyüyü. Biz böyük gücüne kendimiz değil. Onlar seni gözledim, senin gözledim, haydi senin gözledim. Teşekkür ederim. Gitme, dur burada. Məni bu gözəl tədbirə Elman dəvət edib. Mən hər birinizi salamlayıram və çox qürurluyam, çox şadam həqiqətən. Nə bilim, neçənci dəfədir artıq Cəbrayıla gəlirəm, amma Cəbrayıla gəlmişəm, oradan bu yana heç vaxt keçməmişdim. Bu dəfə mənim üçün həm sürpriz oldu, heç uşaqlıqda da burada olmamışam. Çox sürpriz oldu, gəldim buraları gördüm, deyirəm ki, ay Allah, mən niyə heç olmasa o vaxtlar buraları görməmişəm. Valla elə cənnətdir ki, var imiş bura. Nə yaxşı bugün, nə xoş bizə, nə mutlu bizə ki, biz bugün bu xoşbəxt günü yaşayırıq sizlə bərabər. Mən hər birinizi təbrik edirəm, hər birimizi təbrik edirəm. Gözlərimiz aydın olsun. 33 ildən sonra artıq torpağımızdayıq, ayağımız torpağımıza dəyir. Öz havamızı uduruq. Öz gələ-gələ valla hər yana baxıram, hər yan gül çiçək, nə bilim. Çox təəssüf, itirdiyimiz o illərə təəssüf. İtirdiyimiz o igid oğlanlarımıza təəssüf, amma şükür bu günümüzə tökülən qanlarımız hədər olmadı. İtirdiyimiz o evlatlarımız hədər olmadı. Onların qanı canı bahasına torpaqlarımızı geri qaytardıq. Və bundan sonra inşallah xalqımıza, millətimizə heç zaman ağrılı, acılı günlər nəsib olmasın. Elə Cəbrayılımıza gələndə, bütün elə o işğal altından azad olan torpaqlarımıza gedəndə, bax belə gözəl, toylu, düyünlü günlərə gedək. Ay Elman, təşəkkür edirəm sənə də. Cəmlə müəllimə sağ olsun ki, aynı onu da mən dəvət elədim, dedi gələcəm, qismət olmadı. Bəziləri var, Allahdır, gəlmir. Çox dürüst qadın, çox gözəl Şalaldandır, bizim Şalal kəndindəndir. Gözəl də müğənnidir. Vaqif müəllim də ki, professordur, Vaqif müəllim zurna üzrə professordur. Vüqar müəllimdir, Adildir, Avtandildir. Tolanı da Respublika tanırdı, Tolan. Tolan Arif oğlu. Allah hamımızın canı sağ eləsin. Allah hamımızı xoşbəxt eləsin. Cəmlə, sən də çox sağ ol. İnşallah gözəl günlərimizə gəlir hər zaman. Təşəkkür ederim. Axıra kimi də Allah'a şükür yağmayacaq, qoyma. Yox, nə zaman tədbir oldu, buradayam. Etirazsız, filansız. Allah qismət eləsin. Təşəkkür ederim. Öpürəm hamınızı, sağ olun.